Biz Əmək və Sosial Siyasət Komitəsində də Milli Məclisin bununla bağlı təkliflərimizi təqdim etdik. Mövcud qanunvericiliyə əsasən 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur və çoxuşaqlı ailələrlə bağlı bir sıra güzəştlər var. Əvvəla 5 və daha çox uşağı olan ailələrdə analar, bir sıralarda atalar 5 il daha tez pensiya çıxmaq hüququna malikdirlər. Yəni onların pensiya yaşı 65 deyil, 60 yaş olaraq müəyyənləşib. Eyni zamanda 5-dən çox uşağı olan ailələrdə aylıq müavinətlərin verilməsi həyata keçir. Hər uşaq üçün 18 yaşına qədər dövlət büdcəsindən aylıq müavinətin verilməsi reallaşır və bu 5-dən çox uşağı olan ailələrə şamil olan bir mexanizmdir. Təbii ki, bizim Milli Məclisdə Veriyyət Komitə iclasında müzakirə etdiyimiz məsələlərdən biri çox uşaqlı ailə anlayışına baxılması və 5-dən mərhələli şəkildə 3-ə qədər endirilməsi ilə bağlıdır. Çünki nəzərə alsaq ki, hazırda etiraf etmək lazımdır ki, çox uşaqlı ailələrin sayı çox deyil. Xüsusən də 5 və daha çox uşağı olan ailələrin sayı çox deyil. Ona görə də bir tərəfdən təbii artımın stimullaşdırması, yəni daha çox, xüsusən də təşviq yolu ilə və dövlət büdcəsinin bu istiqamətdə daha çox vəsaitlərin ayrılması və nəticə etibarən təbii artımın stimullaşdırması üçün bizim təklifimiz ondan ibarətdir ki, 3 və daha çox uşağı olan ailələr dövlət büdcəsindən həm aylıq olaraq müavinət və eyni zamanda pensiya yaşı tamam olan zaman valideynlərin daha tez pensiya çıxmaq hüququ olsun. Bu, təbii ki, bir tərəfdən daha çox ailələrin dəstəklənməsinə və istən büdcədən beləcə də pensiya yaşı aspektindən dəstəklənməsinə imkan yarada bilər. Digər tərəfdən də qeyd etdiyimiz kimi, xüsusən də çox uşağı olan ailələrin sayı azaldığı üçün bu xüsusən 3 uşağı olan ailələrin sayına pozitiv təsir göstərə bilər və bu sayın artmasına gətirib çıxara bilər. Və xüsusən qeyd etmək istərdim ki, Milli Məclisdə uşaq hüquqları ilə bağlı qanun artıq ikinci oxunuşda müzakirə olundu, plenar iclasda qəbul olundu. Üçüncü oxunuşda qəbul olunduqdan sonra Cənab Prezident tərəfindən təsdiq olunacaq və qüvvəyə minəcək. Bu qanun artıq uşaqların hüquqları və eyni zamanda uşaqların Könül xanım, siz qeyd etdiyiniz o sosial təminatı ilə bağlı kifayət qədər ciddi istiqamətlər və tədbirləri nəzərdə tutulur. Məhz həmin qanunun hədəflərindən biri də uşaqların sosial təminatının daha da gücləndirilməsidir. Xüsusən çətin şəraitdə yaşayan uşaqlar üçün spesifik, ayrıca yanaşmanın həyata keçirilməsidir. O baxımdan qanunvericilik də təkmilləşir və təkmilləşən qanunvericilik uşaqların hüquqlarının daha yaxından qorunmasına və xüsusən də bu istiqamətdə sosial təminat tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq ki, bu da təbii ki, daha çox ailələrimizin sosial təminat tədbirləri vasitəsilə əhatə olunmasına gətirib çıxaracaq. Cəmiyyətimizdə